İndi isə 5-ci misala keçək. 5-ci misal bizdə heyvanxana haqqındadır. Və 5-ci, 6-cı və 7-ci sual eyni tipli suallardır. Və bunlar əsasən kombinatorik, yəni suallar sayılır. Amma biz sizlə yəni daha asan bir yolla onları həll edəcəyik. Çətinliyi heyvanxana 10%-dir. Yəni çox da çətin misal deyil. Yəni xahiş edirəm sualı özünüz oxuyun. İndi isə başlayacağım yəni baş salmağa. Deməli heyvanxanada bizdə n qədər kletkalar var. Yəni cell. Gəlin onları çəkək. N qədər kletka var. Və deyilir ki, orada 2 dənə meymun var. Birinci meymun tutaq ki və ikinci meymun. Və bu birinci və ikinci meymun heç vaxt yanbayan ola bilməzlər. Amma onların yerini dəyişmək olar. Və deməli bu kombinasiyaların sayı, yəni cəmini tapmaq lazımdır. Tutaq ki, birinci meymun olacaq burada və biz ikinci meymunun yerini dəyişəcəyik. Və bizdə nəticədə çıxacaq ki, ikinci meymun burada ola bilər, sonra bura gedə bilər, sonra buradan bura gedə bilər, buradan bura, buradan bura və buradan bura gedə bilər. Amma yanbayan ola bilməz. Ona görə bu kletkada, yəni ikinci meymun ola bilməz. Yəni bizdə nə qədər burada alındı? n-2. Yəni ikinci meymun yəni 2 dənə kletkada ola bilər. Sonra isə əgər biz birinci meymunu qabağa salsaq bir dənə kletka, onda ikinci meymun artıq buradan sayılacaq. Yəni buradan bura kimi. Və axırda sonda bizdə nə baş verəcək? Axırda belə alınacaq ki, birinci meymun burada olanda ikinci meymun ancaq burada ola bilər. Yəni ancaq bir dənə kombinasiya ola bilər. Burada isə bir burada olanda n-2 dənə kombinasiya olur. Burada isə bir dənə kombinasiya olur. Deməli, indi onların cəmini necə biz hesabladıq? Onların cəmini biz arifmetik progresiya ilə hesablanacaq. Arifmetik progresiya biz demişdik ki, A1, A1, sonra plus AN bölünsün 2 vurur N. Düzdür? Gəlin indi baxaq burada A1 və AN və N burada nəyə bərabər olacaq? Deməli, S bizdə bərabər olacaq. A1 bizdə tutaq ki, burada A1 bizdə olacaq 1, 1. N isə bizdə olacaq N çıxsın 2. N çıxsın 2. Bölünəcək 2-yə. Və nəyə vurulacaqdır? Gəlin buna baxaq. Vurulacaqdır bu kombinasiyaların sayı. Yəni, ikinci meymun buradan bura, buradan bura belə gedəcək axıra kimi. Sonra birinci meymun isə buradan bura, buradan bura, sonra buradan bura gedəcək. Buradan bura və bunların kombinasiyaların sayı olacaq. Gəlin baxaq nə qədər olacaq. Yəni, axırıncı şəkildə görsənir ki, birinci buradan bu tərəfə gedəcək və bu kombinasiyanın sayı n çıxsın 2-dir. N çıxsın 2. Yəni, biz vuracaq buna n minus çıxsın 2. Buna vuracaq. Və indi bunun hamısını bizdə ümumi şəkildə S bərabər olacaq. Bu S1 eləyək. Məsəl üçün S1 2 S1. Yəni nəyə görə? Birinci özünüz düşünün ki, nəyə görə burada 2 S1 olacaq, amma S1 olmayacaq da. Çünki əgər birinci meymun buradadırsa, ikinci meymun burada tutaq ki, və onlar yerini dəyişə bilərlər. Yəni ikinci meymun burada ola bilər, birinci meymun isə burada ola bilər. Yəni onlar hər dəfə yerini dəyişə bilərlər və ona görə də biz
bu samı vurmalıyıq 2-yə. Çünki yerlərini dəyişə bilərlər. Gəlin nəticəyə baxaq, bizdə nə alınır. Nəticədə bu 2 ixtisar olunur və alınır bizdə n-1 vurulsun n-2. Yəni buradan görürsünüz. Və gəlin bu proqramı onda yazaq. Yəni heç bir kombinator istifadə etməzdən mən bu misalı həll etdim. Və güman edirəm ki, siz başa düşdünüz. Deməli, bizdə input kimi bir götürük o kletkaların sayı. Gəlin onu da n edək. Və onu hesablamaq üçün yəni çox asan olacaq da. Yəni elə n-lə də hesablayaq onu. Burada olacaq n-1 olsun. n-2. Yəni başa düşdüyünüzdə yenə də bunu n-ə yazacaq. Və riyaziyyat çıxaracaq. n oldu. Yəni bu da deməli proqramın bütövlükdə biz həll etdik artıq. Gəlin yoxlayaq. Məsəl üçün 3 olanda 2 olmalıdır, 4 olanda 6 olmalıdır. Gəlin yoxlayaq. 3 olanda həqiqətən bizdə 2 alındı. Və 4 olanda 6 alınmalıdır. 4 olanda həqiqətən 6 alındı. Gəlin həllimizi göndərək. Yəni həlli mən göndərmərəm, amma siz göndərərsiniz həlli. Yəni vaxt almasın. İndi isə gəlin keçək 6-cı misala. Anfisa və çiçəklər. Mən misalı burada oxumayacağım. Siz özünüz misalı oxuyun. İndi çalışacaq. Yəni bu artıq 21%'lik misaldır və bunu başa düşmək biraz çətin olacaq, amma yəni əlimdən gələni eləyəcəm ki, başa düşəsiniz. Gəlin təzədən bunu yazım. Deməli, sual nədən ibarətdir? Gəlin bir yer çəkim. Birinci şəkilə baxaq, görürüz, animasiya təzədən başlasın və siz başa düşəcəksiniz. Böyle bir də yəni heyvan olur, buradan bura gedir. Sonra isə buradan bura gedir və axırıncı kombinasiya buradan bura gedir. Yəni o həmişə çalışır ki, maksimal az çiçək yıxsın. Yəni yolunda maksimal az çiçək yıxsın. Və o maksimal az yıxmaq üçün nə etməlidir bu balaca heyvan? Yəni soğulu deyəsən. Gəlin çəkək. Yəni və həmişə deməli buradan girişə gedir və buradan çıxır. Və ancaq o sola, yəni sağa gedə bilər, ancaq sağa gedə bilər və aşağı gedə bilər. Yəni yuxarı qalxa bilməz və eyni yolu təkrar edə bilməz. Yəni buradan görsənir ki, yəni ən optimal yolu deməli bu solu, yəni bunlar hamısı çiçəklərlə dolu olsa, yəni ən optimal yol az yığmaq üçün ya belə getməlidir bu yolla, ya da bu yolunu getməlidir. Və bu bizə fərq eləmir hansı yolla gedir. Yəni ya aşağı ilə belə gedəcək, ya da ki yuxarı ilə belə getsə fərq eləmir. Gəlin qaydaq və tutaq ki, yəni bizim solu aşağı belə bir yolla getdi bura. Yəni birinci dəfə bu artıq birinci kombinasiyadır. Bunu yadda saxlayırıq. Və ikinci kombinasiya isə o hardan gedə bilər ki, ayrı yolla və ən az qədər, yəni optimal az qədər çiçək yıxsın. O gəlir aşağı, sonra isə sağa dönür və burada yenə yığır çiçəyi, bir dənə çiçək və aşağı düşür. Burada artıq olmayacaq bu çiçəklər, çünki keçən dəfə yığıbdı hamısını onları.
bir dənəsini yığdı və sağa gedir. Gördüyünüz qədər, yəni burada eyni yol getmədi və ancaq bir dənə hissəyi yığdı. Və bu artıq yəni ikinci kombinasiyadır. Sonra isə üçüncü yol necə gedəcək? Gələcək aşağı. Bundan sonra isə gedəcək yenə sağa. Və burada bir dənə də çiçəyi var. Onu da götürəcək və düşəcək aşağı gedəcək buradan. Sonra isə yenə düşəcək aşağı. Gedəcək bu yolla. Burada artıq yəni çiçəklər yoxdur və bura gələcək. Bir dənə çiçəyi götürəcək və yəni aşağı düşəcək və gedəcək buradan. Və bu yerə təkrarlanacaq. Yəni bura gələcək, bunu götürəcək və düşəcək aşağı və yenə gələcək aşağı. Sonra yenə gedəcək sağa. Bunu götürəcək, düşəcək aşağı, belə gedəcək. Sonra isə onu yeniləyəcək. Sonra gələcək yenə bura və amma burada dayanacaq artıq. Sonra gedəcək yenə sağa, götürəcək. Sonra yenə düşəcək aşağı və gedəcək buradan. Yəni həmişə, yəni birinci elə bil ki bizdə ixtisar eləyirik onu. Yəni birincidən başqa həmişə bir dənə çiçək yığacaq və gedəcək. Yəni axıra kimi. Həmişə. Və ona görə bizdə nə alınır burada? Əgər burada tutaq ki bu M-dir. Yəni burada M qədər sel var və burada N qədər sel var. Bizim stolu M-1 çünki gəlin bura baxaq. M-1 yəni bundan başqa çünki birinci yol yəni gedəndə məcburi olaraq bu hamısını çiçəkləri yığmalıdır. Ona görə bu M-1 burada olur. Çünki artıq bura gəlmir. Buradan başlayacaq yığmağa hamısını. M-1 və nə qədər bu gedəcək? N-1 N-1 yəni birincidən başqa o M-1 vurulsun. N-1 çiçəyi yığacaq. Yəni bir-bir bu çiçəkləri başlayacaq yığmağa. Yəni bu ən optimal yoldur bu stolu üçün. Və bunun üstünə gəlir 1. Çünki birinci yol bu gələcək aşağı və bu çiçəkləri yığacaq. Yəni bundan o biri yəni optimal yol yoxdur. Ya da ki, yəni buradan da gedə bilər və yenə də görəcəksiniz eyni formulaya gələcəksiniz. Yəni yuxarıdan getsə ya da aşağıdan getsə, yəni burada fərq eləmir. Və yəni formulaya əsasən bizdə nə alınır? Gəlin bunu açaq. M minus N və plus 2 alınır. Yəni bu formaya da gətirə bilərik. Gəlin bunu yazaq. Gəlin modify eləyək. Və hesablayaq. Sin M gəlin təzə bir variable yaradaq. Amma əslində yəni onu yaratmasaq da olar. S və S bərabər olacaq M-1 vursun N-1 plus 1 və Cout S. Gəlin run edəyəm proqramı və yoxlayaq. 2, 3 bizdə 3 verməlidir. 2, 3 bizdə 3 verir və görürsünüz ki, yəni proqram düz işlədi. Gəlin bu misalı gəlin bu
Uşaqlar, gəlin sizə bir məqamı da yəni başa salım. Yəni əvvəlcə mən burada yazmışdım ki, int və bu rəqəmləri, indi isə çox ki mənə lazımdır yazmaq long int. Yəni intlə və long int ya da ki long int fərqi odur ki, biz keçən dəfə yəni demişdim ki, int bizdə 4 byte istifadə edir, amma long int hardasa 8, hətta yəni long int mən səhv etmirəmsə 32 long əgər siz yazdıqsa, onda 32 byte istifadə edir. Yəni int long olanda mən bilən hardasa 9 milyard, yəni 9 milyarda kimi yəni saxlaya bilər hansısa rəqəm 9 milyarda kimi. Amma əgər long int istifadə etsəz, onda yəni daha böyük rəqəmləri istifadə edə bilərsiniz. Və indi isə bizdə yəni proqramda səhv çıxmışdı buna görə long yazmaq lazımdır. Çünki şərtdə burada yazılıb ki, yekə rəqəmlər istifadə edir. Görürsüz, nə boyda rəqəmlər istifadə olunacaq və ona görə də long istifadə etmək lazımdır burada.